Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm. Bu da çox gözəl naxışdır. Toxunması da çox asan bir naxışdır. Bunu nəyə istəsəz toxuya bilərsiniz. Jilet, ceket, papaq, uşaq ədyalına, ürəyiniz nə istəsə toxuya bilərsiniz. Bu ilməklər də ki 2-2-dir. Cüt ilməklərdən olan bir naxışdır. Sapım da 100 qramlıq, 350 metrəlik bir sapdır. Bunun üçün indi belə bir sapımı götürürəm. 2-2 qısa formada yığacağım milimin üstünə. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmək yığdım milimə. Elə bu bəs eləyir toxumağa. İndi mən rezinka toxuyan deyiləm. Kim istəyir rezinkada toxuya bilər. İndi bu yüzden mən bütün ilməkləri hamısını tərs toxuyuram. Naxışın düz dayanması üçün. Tərs üzdən də bütün ilməkləri tərs toxuyuram. Birinci ilməyi götürürəm, qalan ilməkləri tərs toxuyuram. İndi buradan iki rəngdən olduğuna görə mən ikinci rəngi də bura bağlayıram. Birinci ilməyi toxuyuram. Rəngi dəyişdiyimə görə. Sonra bu yanındakı ilməklər hamısı düzdür bu sırada. Bu ilmənin buradan yox, onu altdakı boşluqdan götürürəm. Sonra bu iki ilməni yanındakı ilə ikisindən bir ilmək çıxardıram. Burada da yenə ilmənin altındakı boşluqdan çıxardıram. Sonra yanındakı ilməklə bir yerdə ikisindən bir ilmək çıxardıram. Burada artma, eksilmə olmur. Birini buradan çıxardıram. Bir ilmək olur. Sonra bu iki ilməyi də ikisindən birini çıxardıram. Yenə burada iki ilmək oldu. Bu sıramı axıra qədər bu formada toxuyuram. Bu ilmənin altdakı boşluqdan çıxardıram. Sonra ikisindən bir ilmək çıxardım. Yenə bu altdakı boşluqdan çıxardım. İki ilməkdən bir ilmək çıxardım. Burada da yenə çıxardım. İkisindən birini çıxardım. Kənarda tərs toxudum. Bu formada. Arxa özdən hamısını tərs toxuyuram. Bütün ilməkləri tərs toxuyuram. Yəni naxış iki sıradan əmələ gələn bir naxışdır. Arxa özdən hamısı tərs toxunur.
Burada axırıncı ilməyi toxunmadan götürürəm ki, o sözdən rəng dəyişəcəm. Sonra təzədən bu ağ sapı götürürəm. Burada birinci ilməni toxuyuram. Tərs üzdən toxumadım. Bu yüzden rəng dəyişdiyimə görə bunu toxuyuram. Birinci sırada buradan başlamışdı, o birinci ilməkdən. İndi burada birinci ilməyi toxuyuram. 2-dən başlayıram. Bunların yerini dəyişirəm. Buradan altdakı ilməyi götürürəm. Bu 2 ilməkdən bir ilmək çıxardıram. Yenə milin dibindən yox, altdan götürürəm. Sonra 2 ilməkdən bir ilmək çıxardım. Bu sıranı da axıra qədər formada toxuyuram. Heç bir dəyişiklik olmur. Naxış da 2 sıradan əmələ gələn bir naxışdır. Altdan çıxardım. Belə. Burada əvvəldən bir ilmə götürdüyümə görə burada da bir ilmə qalır. Onu da toxuyuram. Kənarı da tərs toxuyuram. Formada. Tərs üzdən yenə hamısını tərs toxuyuram. Burada da yadımdan çıxdı. Axırıncı ilməni toxumuram. Belə götürürəm ki, ikinci sıranı gələndə rəng dəyişəndə bu sapla, ikinci rənglə toxuyuram. Bir sırada toxuyacağım yenə naxış görünsün. Birinci ilməni bu sapla dəyişdirirəm, toxuyuram. Burada yenə birinci sıradan başlayıram. Buradan aşağıki ilməyə götürdüm. Təzədən ikisindən bir ilmək çıxardım. Yenə bu altdan bir ilmək götürdüm. 2 ilməkdən bir ilmək çıxardım. Bu sıranı axıra qədər bu formada toxuyuruq. Bir sıra ağ, 2 sıra ağ toxuyuruq. Bir sıra düz üzdən, bir sıra tərs üzdən. 2 sırada hansı rəng istəsəz, o rənglə də dəyişə-dəyişə toxuyursunuz. Hərəsindən 2 sıra. Bir sıra düz üzdən, bir sıra tərs üzdən. Formada. Arxa üzdən indi hamısını tərs toxuyuram. İstəsəz başqa rənglər də toxuya bilərsiniz. 3 rəngdən, 4 rəngdən. Mən indi 2 rəngdən toxuyuram. Bunu göstərmək üçün formada belə bir naxış alınır. Bu əvvəl toxuduğumdur. Bu da indi. Sağ olun, bəyəndinizsə abunə olmağı, bəyən düyməsində basmağı unutmayın. Gələn videomda görüşənə qədər.